Yani biz her zaman deyirik ki baş ağrısının müalicəsi bizdədir və siz də yəqin ki qulaq asırsınız. Yəni ola bilməz ki bugün qoşulasınız və mütləq mənada dəfələrlə gedibsiniz həkimə və baş ağrısı sizi narahat eləyir. Bu baş ağrısı iynə dərmanla sağalmırsa miqrendir və onun da müalicəsi bizdə Doktor Seyfəddin klinikasındadır. Hər gün bizə müraciət edilən xəstələrin çox böyük əksəriyyəti miqrendən baş ağrısından gəlir. Hətta eləsi var 20 ildir, 30 ildir baş ağrır və 20 ildir də bizi görür, 15 ildə bizi görür ki, biz deyirik ki, baş ağrısını deyir. Yoldaşı deyir ki, mən xanıma dedim, gedək Doktor Seyfəddin klinikasında baş ağrısından azad ol. Deyir, mənə deyir ki, yox, mən ölsəm də getmərəm, mən qorxuram, mən təbii müalicə istəmirəm. Və 20 il əziyyət çəkəndən sonra axır görür ki, olmur, qərar verir ki, yaxşı gedək. İndi gəlib 3-4 gündür baş ağrısı kəsibdir, heç vaxt belə şey olmamış doktor. Bu nə cür oldu, bu nə möcüzədir, iynə vermədin, dərman vermədin, heç nə eləmədin. Təbii müalicələrlə, arı ilə, zəli ilə, təbii məlhəmlərlə mənim baş ağrım qaydasına düşdü. İndi əzizim mənim, gələrsiniz, inşallah diyanozunu dəqiqləşdirərik və təbii ki, qaydaya salarıq. Ona görə də heç bir problem yoxdur. İnşallah gələrsiniz, qaydasına salarıq. Ümumiyyətlə, bu miqren insanların böyük bir əksəriyyətinin problemidir. İndi görəcəksiniz, yenə də ayrı-ayrı ölkələrdən bizim insanlarımız baş ağrısından əlacısız qalıb gəlirlər baş ağrısından azad olmaq üçün. Çünki baş ağrısı o qədər, onun növləri var, o qədər şiddətli olur ki, ayrı əlacı qalmır. Yəni, həyatda yaşayıb ləzzət ala bilmir. Bu baxımdan da bizim insanlarımızda olan bu laqeydlik onların boş yerə əsəbləşməsinə, əziyyət çəkməsinə gətirib çıxara bilir. Bundan başqa təbii ki, miqrenin də çoxlu növləri var. Bəzən adamlar orada qalır ki, doktor, ağrısız miqren olarmı? Deyirəm, olar. Var, növlərinin biri ağrısız miqrendir. Və yaxud da auralı miqrendir, işığa baxa bilmir, kəskin işığa, kəskin səsə qulaq asa bilmir.